Hər vaxtınız xeyir, keçmişə nəzərən rubrikamızın əziz izləyiciləri. Bugün sizlərə dünya incəsənətində dərin bir iz qoymuş qadından Meksikalı rəssam Frida Kahlo haqqında danışacağam. O, öz ağrılarını sənətə çevirən, həyatın ən çətin sınaqlarından keçmiş biri idi. Frida 6 yaşında poliomiyelit xəstəliyinə tutuldu və bu xəstəlik onun ayağında iz qoydu. 18 yaşında isə ağır yol qəzası keçirdi. Onun onurğası, qabırğaları, qıçları sınmışdı. Həkimlər onun yaşamasını möcüzə hesab edirdi. Aylardır yatağa məhkum olan Frida bir gün güzgü qarşısında rəsm çəkməyə başladı və beləcə o özünü bir dəfə yox, 100 dəfə yenidən yaratdı. Frida'nın əsərlərini sürrealizmə yaxın hesab etsələr də, o həmişə deyirdi ki, mən xəyallarımı yox, həqiqətləri çəkirəm. Onun üçün rəsm çəkən əl yox, danışan ürək idi. Gəlin onun bir neçə əsərləri ilə sizləri tanış edim. 2 Frida əsəri. Bu tablodakı 2 qadın əslində Frida'nın 2 fərqli tərəflərini ifadə edir. Bir tərəfdə ənənəvi Meksika paltarları geyinmiş güclü Frida var, digər tərəfdə isə incinmiş, ürək yarası almış Frida. Bəlkə Frida'nın burada əl-ələ tutuşduğunu görürük. Ancaq onların damarlarından axan qan onları bir-birinə bağlayır. Bu tablo Frida'nın öz kimliyi ilə mübarizəsinin vüzal bir etirafıdır. Daha sonra onun Sınıq Sütun əsərinə baxaq. Bu əsər Frida'nın ən ağrılı əsərlərindən biridir. Onun bədəni sanki ortadan 2 yerə ayrılıb və biz burada sınmış, çürümüş bir sütun görürük. Bu onun onurğazədəsinin simvoludur. Bədəninə sancılmış dəmir parçaları isə onun gündəlik keçirdiyi fiziki ağrıları ifadə edir. Amma üzündəki ifadə sakitdir. Sanki keçirdiyi ağrılarını qəbul edir, onlarla barışır. Bir digər əsəri isə Ağrıyan Köklər əsəri idi. Frida burada torpağın içərisindən çıxmış, canlı köklər kimi bədəninə sarılmış damarlarla birgə təsvir olunur. Bu, onun həyatdan qopa bilməməsini, öz keçmişinə, soykökünə bağlılığını ifadə edir. Son olaraq isə Diego və mən əsəri haqqında danışmaq istəyirəm. Bu əsərdə Frida özünü ağacın altında təsvir edir və onun başının üstündə isə həyatında böyük rol oynamış Diego Rivera'nı təsvir edir. Bu tablo Frida'nın sevgisinin necə bitməz, tükənməz, eyni zamanda da ağrılı olduğunu göstərir. Frida'nın sənət fəlsəfəsi nə idi? O deyirdi ki, mən özümü çəkirəm, özümü təsvir edirəm. Çünki elə ən yaxşı tanıdığım da özüməm. Frida əsərlərində kimliyini, qadınlığını, öz düşüncələrini çılpaq şəkildə göstərərək cəsarətin yeni bir formasını yaratdı. O, qadın bədəninin, qadın hisslərinin, qadın düşüncələrinin gizlədilməli bir şey olmadığını izah etməyə çalışırdı. Onun qalın qaşları, rəngli geyimləri, Meksika simvolları hamısı mən buyam mesajını ötürürdü. Frida Kahlo 30-dan çox əməliyyat keçirdi. Sevgi yaraları aldı, illərlə yataqdan qalxa bilmədi. Amma buna baxmayaraq yaratmaqdan, əsərlərindən heç bir zaman əl çəkmədi. Onun ən məşhur sözlərindən biri buydu ki, ayaqlarım, siz nəyə lazımsınız ki? Mənim uçmağa qanadlarım var. İnsanın bədəni sınsa da ruhu yaratmaqla yenidən dirilə bilirdi. Frida Kahlo təkcə bir rəssam deyil, insanın öz ağrısını sənətə çevirə bilməsinin bir sübutudur. Əziz izləyicilər, bu buraxılışımızın da sonuna gəldik. Frida Kahlonu tanımaq, insanın özünü tanıması kimidir. Dərin, amma dəyərli bir yol. Növbəti buraxılışlarda görüşənədək.